Ural Dövlət Mədən Universitetində səhnələşdirilən tamaşa bir telefon zənginin insan həyatında yaratdığı gözlənilməz dəyişikliklərdən bəhs edir. Tamaşadan əvvəl çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Gənclər Birliyinin Sverdlovsk regional bölməsinin rəhbəri Toğrul Həsənzadə və digər qonaqlar qeyd ediblər ki, mədəniyyətimiz Azərbaycan xalqının zəngin adət-ənənələrini sevgi ilə qoruyan və təbliğ edən gənclərimiz sayəsində yaşamaqdadır. Yekaterinburqda yaşayan Azərbaycanlı gənclər mütəmadi olaraq festivallar, konsertlər və sərgilər təşkil edirlər. Tamaşanın əsas məqsədi xalqlar arasında mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Biz artıq bir neçə ildir ki, Yekaterinburqda Azərbaycan mədəniyyəti günləri təşkil edirik. Bu dəfə isə fərqli yanaşma seçərək musiqi, rəqs və lirikanın sintezində bir musiqili tamaşa təqdim etdik. Belə tədbirlər iki xalq arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Biz gənclər olaraq bu əlaqələrin daha da inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycan Ural Milli Mədəni Təşkilatının dəstəyi ilə hazırlanan Taleyin Zəngi müziklinin süjeti dostları ilə bir axşam keçirərkən aldığı təsadüfi telefon zəngi ilə həyatında yeni bir səhifə açılan gəncin ətrafında cərəyan edir. Tamaşada eyni zamanda ülvi sevgi, dəstək, ailə və dostluğun önəmi də vurğulanır. Ssenari müəllifi Fəridə Boyliyeva olan tamaşada əsas rolları Akşin Şıxlinski və Nuray Ağababayeva ifa edirlər. Düşünürəm ki, qəhrəmanımın rolu kifayət qədər dərin məna daşıyır. Ola bilsin ki, tamaşaçılar bunu tam hiss etmədi. Amma bu obraz çox xəyalpərəstdir, məqsədini bilir və ona doğru inamla irəliləyir. O dünyaya açıqdır və anlayır ki, həyatdakı təsadüflər böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bu obraz mənə çox yaxındır, çünki mən də taleyin gücünə inanıram. Tamaşada yer alan musiqi nömrələri və rəqs səhnələri izləyiciləri Azərbaycanın zəngin mədəni irsinə səyahətə çıxarır, qədim ənənələrlə müasir sənət baxışlarının vəhdətini nümayiş etdirir. Bugün əla vaxt keçirdim. Çoxlu Azərbaycanlı dostlarım var və bu gözəl dəvətə görə təşəkkür edirəm. Gənclər çox istedadlı və enerjili idilər. Peşəkar aktyorlar olmasalar da səhnədə çox peşəkar çıxış etdilər. Zal tam dolu idi, tamaşaçılar çox maraq göstərdi. Bu cür tədbirlər Rusiya-Azərbaycan dostluğuna böyük töhfə verir. Taleyin Zəngi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.